Avrozonadayıq. Çempionlar Liqasında həftənin nəticələrini müzakirə edəcəyik. Elə başlayaq məncə Qarabağdan. Qarabağın qələbəsi təqdirə layiq idi. Turnirdə ikinci qələbəsini qazandı, 6-cı halını əldə etdi və artıq sıralamada 4-cü yerdə qərarlaşır. 6-cı yerdə. 6-cı yerdə. Ən az liderlər qrupundadır, belə deyim. Və bu bizi çox sevindirir. Komandamızı bu sıralarda, bu yerlərdə görmək çox qürur vericidir. Çox möhtəşəm bir şeydir. Çempionlar Liqasında Qarabağ bizim klub indi liqa mərhələsi yeni başlayıb 6-cı yerdə və maksimum nəticə göstərən səhv eləmirəmsə 6 komanda arasında Qarabağ 6-cı yerdə. Top klublar da onların hamısı. Real turnirin qalibləridir və Qarabağların içində. Arsenal, Paris, Bavariya bu klublar arasında Qarabağ var. Bəzən fikirləşirik ki, bu yuxudur, amma gerçəkdir və realdır. Biz bunun affekt vəziyyətində də özümüzü hiss edə bilərik. Bu məsələn bir neçə ildən sonra və yaxud da bir neçə il əvvələ nəzər salsaq, Qarabağ hansı Çempionlar Liqasında bir dəfə mübarizə aparıb, qrupda 4-cü olmuşsa. Onda indiki heyət o komanda müqayisədə daha az eləməyə ehtiyac yoxdur. Artıq müddət də keçib. Komanda həm təcrübə baxımından, həm də maliyyə baxımından və yaxud da Avropadakı oyunlardakı təcrübə baxımından daha çox irəli. Çox uzağa getməyə ehtiyac yoxdur. Ötən illə müqayisə eləyək. Məsələn, Qarabağ Avroliqada sadəcə bir qələbə ilə səhvimsə Boda Glimt üzərində bütün oyunları məğlub etmişdilər. Avropadakı ən fiasko bitən həmin Boda Glimt də uduzmur öz evində. Elə Tottenhamdə görüşdə də 2-2 heç etdilər. Qalib gəlirdilər, amma son saniyələrdə qalibiyyəti əldən verdilər. Ötən dövrdə məğlub olurdular, son saniyələrdə 2-2 hesabı. Son illərin parlayan komandalarından biridir. Norveç təmsilçisi. Ötən mövsüm Avroliqada elə Tottenhamla yarımfinala qədər irəliləmişdilər, amma artıq heyət baxımından tab gətirmədi. Həm də zədələr var idi. Bodan ilk dəfə nə vaxt diqqətini çəkib? Roma ilə görüşdə. 6-1. Roma darmadağın eləmişdi. Həmin mövsüm sonra elə Romaya Roma cavabını verdi, amma yaddan çıxmır o qalibiyyət. Həm komanda üçün, həm də izləyicilər üçün. Mourinho'nun Roması idi, xatırlayıram. Mourinho da bu məsələnin içindədir. Açıqlama vermişdi ki, problem Benfica'nın Chelsea uduzmağı deyil, Benfica'nın Qarabağ uduzmağıdır. Dünən də Qurbanova bu sual verildi. O isə bildirdi ki, mən heç bir cavab verməyəcəm. Mourinho başqa səviyyə məşqçidir. Məncə burada sətir altı bir mesaj da verildi ki, Mourinho öz işi ilə məşğul olmalıdır, belə deyək. Bizim məsələlərə qarışmamalıdır. Klasik Qurbanov cavabı. Mən Qalatasaraydan danışmaq istəyirəm. Qarabağda məncə kifayət danışmağımız. Qalatasaray ilə bağlı çox belə mən hələ də başa düşə bilmirəm ki, Qalatasaray gözlənilməz qələbə idi. Liverpoolu necə məğlub elədi? Hətta bizim videoda Qalatasaray Qaqaşlar get basketbola bax söhbət. Bəlkə də inanmırdıq. Düzdür, Qalatasaray azarkeşləri də inanmırdı bəlkə bu qələbəyə. Çünki Frankfurtla görüşdə, yəni Qalatasaray səfəri istənilən klub üçün çətin səfər sayıla biləcək bir səfərdir. Hətta Realı belə məğlub ediblər öz evlərində, Çempionlar Liqasının 4-1-də. Bəzən olur belə görüşlər. Amma ki, yəni bu qədər bəxt nəticəsi də deyil də. Yox, bəxt deyildi. Oynayıb qazandı. Həm Liverpoolun oyunu alınmadı belə deyək, amma Qalatasarayın da oyunu eni ilə əla alındı. Həm ələ düşən imkanlar baxmayaraq ki, hətta Clement Turpin biraz daha Liverpoola tərəf idi. Hardasa Fransa İngiltərə məsələləri belə deyək söhbətdə. Yaxınlıq əlaqələri ola bilər, amma bunlara rəğmən Türkiyə təmsilçisi ilk halını qazandı. Qalatasaray azarkeşlərini də təbrik edirik. Neçə belə qələbələrə. Çempionlar Liqasında həftənin afişa baxımından ən çox gözlənilən oyunu Barselona Paris Saint-Germain. Həmin görüşdə bəlkə də zədəli oyunçular meydanda olsaydı biz fərqli bir nəticə görə bilərdik fikrimcə. Bu fikirlə tam olaraq razı deyiləm. Çünki əgər Parisin bütün zədəlləri yerində olsaydı hesab daha dəhşətli olardı. Barselona zədəli oyunçular var idi. Məsələn, Gavi, Juan Garcia. Gavi nə vaxt Barselonada əsas fiqur olub ki? Yox, ən azından. Kvaratskhelia yox idi. Onu deyə bilərik. Kvaratskhelia yox idi. Vitinha son anda necə oynadı. Vitinha amma yaxşı oynadı. Ya da Paris yaxşı oynadı. Paris Barselona meydana. Yox, məncə Parisin yaxşı oynamağı elə Barselonanın zəif oynamağı ilə əlaqədar idi. Amma o oyunda bir birlik nəticə görürdüm. Son saniyələrdə Gonçalo Ramos hər şeyi həll etdi. Doğrunu danışmağa qalsa, dünənki oyunda Paris Barselonanı həddən çox üstələdi. Bu Barselonanın oyunu alınmadı. Yox, Barselonanın şansları var idi bu oyunda.
Dani olmayan epizodları var birincisi. Parisin şanslarına qədər. Mən ona görə deyirəm ki, oyun 1-1 bitə bilərdi, yaxud da heç ilə yekunlaşa bilərdi. Amma biraz da şans PSG-dən yana oldu. Onlar artıq ikinci qələbələrini qazandılar Camp Nou-da. Düz Camp Nou-da oynamır komanda. Mən səfərdə, Barcelona səfərində. Barcelona-da belə deyək. Bu öyrəşmişik ki, Camp Nou-da oynayır komanda. Yaxın vaxtlarda artıq o stadiona istifadə edə biləcəklər. Təmiri yekunlaşıb, amma sentyabra qədər planlanmışdı. Mövsümün Dekabrda əvvəlində qayıdırlar, səhv eləmirəmsə, dəqiq bilmirəm. Mövsümün əvvəlində sentyabr üçün planlanmışdı. Amma hələ də hazır deyil stadion. Bu da komandada bəzi daxili problemlərin olduğunu göstərir. Barcelona'da ümumiyyətlə problemlər var. Bartomeu'dan qalan çox problemi var. Bartomeu komandanı məhv edib Laporta yığmağa çalışır. Bu başqa mövzudur. Amma ki, qaldı. Ümumiyyətlə Çempionlar Liqasının bu mövsümki favoritləri arasında məncə hələ də ən möhtəşəm performans sərgiləyən klub Parisdir. Ötən mövsüm çox yığılmış bir komanda. Çox fantastik. Və gənc futbolçuların da əla çıxışı. Hətta ötən mövsümə çox bərbad başlamışdılar. City oyunu onlar üçün çox geri dönüş oldu. 2-0-dan qayıtdılar, səhvləmirəmsə 4-2 qalib gəldilər. Ondan sonra komanda özünə gəldi. Ötən ildən söhbət gedir. Liverpulla oyunda da. Yox, Liverpoolda artıq komanda özünə gəlmişdi. Mən liqa mərhələsindən söhbət edirəm. Hə. City udursaydı 24-dən kənar qalma ehtimalı böyük idi. City oyunda geri dönüş etdilər, comeback etdilər 2-0-dan 4-2 və komanda bu qələbə ilə sanki bir level keçdi. Əslində o mərhələdə başladı və inanılmaz bir komanda formalaşıb. Baxmayaraq ki, klublar arası dünya çempionatında Chelsea məğlub oldular, amma mən onu saymıram çünki mən o çempionatı çox ciddi qəbul edə bilmədim, niyəsə bilmirəm. Orada hava şəraiti də biraz rol oynayırdı, çünki Paris Saint-Germain-in Chelsea-yə o hesabla uduzmağı finalda gözlənilməz bir şey ki, həmin komandalar yoldaşlıq görüşündə çıxış etsəydi Avropada istənilən stadionda o nəticə qeydə alınmazdı. Həm də Atletico Madridin də böyük hesabla uduzmağı Paris Saint-Germain-ə. Atletico Madridə yaxın keçmiş futbolçularından biri, səhv eləmirəmsə Diego Forlan idi, belə bir açıqlama vermişdi ki, o saatda, o stadionda, o temperaturda oyunun keçirilməyi düzgün deyil və o nəticəni də artıq hiss etmək olur. Orada oynamırlar ona görə. Oyunların birində də Bavariyanın futbolçuları, ehtiyat futbolçuları içəridə oturmuşlar artıq Sony geyim otağında. Mən söhbəti ara gətirirəm. Məncə də bu mövsüm üçün ən böyük favoritlərdən biri Paris Saint-Germain-dir. Çünki bütün komandaların, bütün klubların oyun performansına baxırsan, Liverpool məsələn favorit göstərilir ki, oyun o deyil. Komanda hələ ki istədiyini əldə edə bilmir. Oyun baxımından, nəticə baxımından bəlkə də hardasa var nəsə, amma ki oyun baxımından o deyil. Real Atletico'ya oyunda ciddi rəqiblərə qarşı nə qədər çətinlik çəkdiyini görmüş olduq. Hələ Alonso öz istədiyini komandaya yetirdi. Və həmin oyuna qədər də Real Madrid o qədər də ciddi komanda ilə qarşılaşmışdı. Onu deyirəm. Çempionatda həm də Çempionlar Liqasında Alonso gələndən ilk ciddi sınağı Parislə olmuşdu ki, Juventus-da məğlub ediblər, söz yox. İlk belə əldə tutulan ciddi sınağı Parislə olmuşdu. 4 dənə top yemişdi. 4-0 yemişdi. Sonra ondan sonraki ilk ciddi sınağı Atletico oldu. Atletico'dan 5 gol yedilər, gol buraxdılar. Realda da problemlər var. Barcelona'nın özündə dünən gördük ki, problemlər var. Məncə Barcelona'da problemlər bu ötən ildən qalan xroniki zədələrdir. Futbolçuların biri sağalır, digəri zədələnir. O Flick heç vaxt o bizim bəyəndiyimiz futbolçular var ki, Barcelona'da onları heç vaxt eyni anda oynada bilmir. Bunun çətinliyini çəkir komanda. Əgər nəticə təsir eləyirsə, problemdir. Fərqi yoxdur. İstəyir zədə olsun, istəyir başqa səbəb. Burada da rəhbərliyin günahı var ki, Flickə rotasiyalı heyət vermir. Dünənki oyunda da Paris Saint-Germain heyətində zədəli oyunçuların sayı daha çox idi, amma verə bilmir. O rəhbərliyin günahıdır məncə. Artıq o rəhbərliyin günahıdır. Maliyyə problemləri. Maliyyə problemi var, amma peşəkar komandada bu hələ Barcelona kimi komandada bu hiss olmamalı. Mən dedim sənə gülməli gələr bəlkə də, amma ki Barcelona'nın problemlərindən biri Lamine Yamaldır. Niyə? Komanda oyunu oynamır. Çox fərqlidir. Biraz da o təriflərdən sonra yavaş ulduz xəstəliyinə tutulma gedir. 2-3 mövsümdən sonra Lamine Yamal da Ansu Fati kimi olsa, ki Fatinin səbəbi zədələrdir, ulduz xəstəliyi deyil, xarakter söhbət deyil yəni. Amma ki Yamalda mən o potensial görürəm ki, itib bata bilər. Barcelona'nın oyununu, komanda oyununu məhv edən fiqurlardan biri Yamaldır. Fantastik futbolçu olmağına baxmayaraq
Mən elə düşünürəm. Ki Yamalı Flick komanda oyununa fokuslaya bilsə daha çox nəticəli eləyər, nəinki fərdi oyunlara ki özü fərdi oyunlara çox üstünlük verir. O da ki hər dəfə alınmır. Düzdür, çox alındığı olub ki, bu qədər çox danışılır, amma ki alınmır. Yəni söhbəti hara gətirirdim? Mənə görə hələ də Avropada ən formada olan və Çempionlar Liqasının ən böyük favoriti Paris Saint-Germaindir. Bayern Münhen-də var, nəticə baxımından yaxşı çıxış edirlər, o da zaman göstərəcək. Kompaniya istədiyini komandaya yerdə bilir. Ümumiyyətlə öz istədiyi doğrudur, yoxsa yox, onu da zaman göstərəcək. Ansu Fatini qeyd etdin. Elə onun çıxış etdiyi Monaco dünən Manchester City-dən xal aldı. Gözlənilməz nəticə. Gözlənilməz idi. Gecənin gözlənilməz nəticələrindən idi, amma Turun qolu da bəlkə də o oyunda vuruldu. Jordan Tezia'nın qolu, əla qol idi. Fantastik. Erling Haaland dubl elədi. Qoydu. Yəni Donnarumma o boyda qapçı, belə deyək, o hündürlükdə, o cüssədə qapçı o topu çıxarda bilmədi. Onu heç bir qapçı məndə çıxarda bilmədi. Var elə Casillas 2002-ci ildə elə bir seyv eləmişdi. Yəni ondan başqa kimsə çətin deyil. Çətin zərbə idi, amma əla alınmışdı onun zərbəsi. Və xal almağı bacardılar. Ötən tur səfərimizdə Monaco məğlub olmuşdu, iç qalını qazandı. Klub Brügge ilə maçda məğlub olmuşlar 4-1. Brügge demişim. Brügge Atalantaya ötən bu tur məğlub oldu. Mən Brüggedən qələbə gözləyirdim. Baxmayaraq ki. O hesabı açmışdılar. Hesabı açmışdılar amma sonra. Mənə görə turun gözlənilməz nəticələrindən biri Atalantanın Brüggeyə məğlub. Çünki Brügge çox formada olan komanda, çox yaxşı çıxış edirlər. Elə əslində gözlənilməz nəticə bəlkə də Qalatasaray Liverpool idi. Turun ən gözlənilməz nəticəsi Ümumən turun ən gözlənilməz nəticəsi kimi qeyd edə bilərik. İkinci də Qarabağ. Yox, Qarabağ inanmıram. Ümumən qlobalda gözlənilməz ola bilər, bizim üçün gözlənilməz deyildi hardasa. Çünki artıq Qarabağ elə bir təsir yaradıb ki, biz rəqiblərimizin hamısından qələbə gözləyə bilərik. Səncə Qarabağ Bilbao'dan xal ala bilər? Mən gözləyirəm. Qələbə gözləyirəm Samamesdə. Samamesdə. Təbii ki. Çünki dünənki oyunda Atletik Dortmund səfərində hardasa komandanın boşluq verdiyini görürdük. Hər bir komanda boşluq verir. Yəni yox, Atletikin xüsusən bu mövsüm həm Arsenalın oyunlarda, həm də ki çempionatdakı oyunlarında da izləmişik. Valensiya ilə görüşdə də 2-0 məğlub oldular. Valensiyanın da hansı vəziyyətdə, hansı güclü olduğunu izləyirik, görürük. Azərkeşlər də bunu izləyir və Atletikin də ötən mövsümə nəzərən daha zəif təsir bağışladığını hiss edirik. Və bu komandadan xal almaq olar. Benfica məncə elə Atletikdən güclü idi. Biz Benfica səfərindən qələbə ilə qayıtmışıqsa, Atletikdən də qələbə olmasa da xal ala bilərik. İnanıram komandaya. Söhbət də var. İspaniya çətin səfər. Belə bir nüans var. Qarabağ qapanan komandalara qarşı oynaya bilmir, amma hücum edən komandaya qarşı oynaya bilir. Atletik də hücuma yönəlik komandadır. İndi orada heyətdə aparıcı futbolçular var. Nico Williams, Inaki Williams qardaşları. İnanmıram bu bizim gözümüzü qorxutsun. Qurban Qurbanovun futbolçuları belə deyək, o səfərdən də 3 xalla qayıdacaq. Çox böyük səbirsizliklə gözləyirəm. Marko Yankovic həmin görüşdə oynasa, bizim şanslarımız 1-ə 2 qat artır, belə deyim. Hətta deyərdim Qarabağ dünən Yankovic heyətdə olsaydı daha fərqli oyun göstərərdi. Çox Duranı topla təmin edə bilən olmadı deyə. Duran kimi. Məsələn, fikirləşirəm ki, Yankovic oyunda olsaydı, tamam Camilo Duran. Yankovic oyunda olsaydı, Camilo Duran daha yaxşı performans göstərərdi. Dünənki ittibatda görsənmədi. Marko Yankovicin həqiqətən meydanı görüşü çox möhtəşəmdir. Sanki bizlə bərabər ekranda oturub futbola baxır ya da hər hansı bir salonda PlayStation oynayır. Onun Benfica oyundakı pasın yəqin ki izləmişik təkrar. Mərkəz xəttdən düz cərimə meydançasına ötürmə, Camilo Duran da bəxti bəlkə də ondan yana oldu. Topu uzaq küncə göndərdi, qolla bitirdi epizodu. Məsələn, Yankovic Azərbaycan futboluna verilmiş bir hədiyyədir. Məncə hədiyyə deyil. O hədiyyə düz hədiyyədir, amma Qurban Qurbanov onu biraz rəndələyib və fərqli bir alətə çevirib. Özü istədiyi kimi bir şey hazırlayıb. Və o aldığı hədiyyəni də Qarabağa hədiyyə edib Qurban Qurbanov. Belə deyim. İndi biz izlədiyimiz Yankovici, daha doğrusu izləmədiyimiz Yankovici ona hədiyyə veriblər. O isə biz izlədiyimiz Yankovici hazırlayıb bizə bəxş edib. Mourinho illər sonra Londona qayıtdı. Ümumiyyətlə Çempionlar Liqasına qayıtdı. Çempionlar Liqasına qayıtdı. Bəlkə də arzusu o idi Fənərdən getmək.
1000 şeyə əl Çox atdı. möhtəşəm Tamam. ssenari yarandı. Benfica göndər Çempionlar Liqasından sonra Fənərdən ayrıldı. Kərəmi də Fənərə Kərəmi də gətirir. gətirdi Fənərə, özü də getdi Benfica. Stadiona yaraşır, belə deyim. Bəlkə də gözümüz öyrəşib onu o stadionda görməyə. Çox azarkeş mənlə razılaşmaz. Mənə görə şəxsi fikrimdir, biraz da simpatiyadan irəli gələn bir şeydir. İndi nəticə performans baxımından daha möhtəşəm məşqçilər var. Amma mənə görə tarixin ən yaxşı məşqçisi Mourinhodur. Yox, o fikirlə razı deyiləm. Tarix boyu çox Mənə görə futbol tarixi boyu çox məşqçisi görmüşük. Ferguson, Pep Guardiola və yaxud da daha dərinə getsək, elə Almaniyalı Joachim Löw belə qeyd edə bilərik. Löw'ü ora qatmaram. Dünya çempionatını qazanıb. Məncə dünya çempionatını qazanan hər məşqçi ondan yüksək titul yoxdur futbol baxımından. Və o titulları əldə edib. Deşam da qazanıb. Onda Deşam. Hə, bildirəm axı, dünya kuboku qazanıbsa, mundial qazanıbsa, o məşqçi xüsusi qeyd olunmalıdır. Mundial qazanma şansı olmamış məşqçilər də var, məsələn, Sir Alex Ferguson. Əminəm ki, mundiala getsəydi, oranı da qazanardı. Məncə İngiltərə millisi ilə getsəydi qazanardı. Məsələn, şəxsi fikrimdir bu. İngiltərə millisi 96-cı ildə ən yaxın. Ancelotti getdi Braziliyaya, məsələn, görə yox, o heyətdən də hər şey asılıdır. Braziliya millisi hal-hazırda çağırılacaq oyunçu baxımından zəifdir, çünki komandanın Zenitdən oyunçu çağırması heyətə, milli komandanın heyət baxımından nə qədər kasat olduğunu belə deyək də bildirir. Ancelotti ona görə gətirilib də. Məsələ odur ki, o heyətlə nəticə. Yox, məşqçi öz oynamır axı. O da var da. Məşqçi öz oynamırsa Qarabağ necə bu qədər nəticə verir? Baxır harda oynayırsan. Yəni əlində olandan Həm də Ancelotti sistem yaradacaq məşqçi deyil. Bunu işlədiyi yerlərdə də görmüşük. Milanda, Real Madriddə. Real Madriddə Mourinho'nun yaratdığı heyətin üstünə gəlmişdi. Milanda da 2007-ci ildə qazandığı Çempionlar Liqası kubokunda hazır heyət idi məncə. Hazır həm də ki aparıcı futbolçuların iştirak etdiyi komandaydı. 2014 Realın çempionluğu əslində qalsa Mourinho ayağına yazıldı. Həm də Ancelotti Evertonda onun qısa dönəmi var idi. Həmin dönəmdə də Napolidə də olub. Uğursuz olduğunu görmüşük. Kiçik klublarla işləyir. Bu onu bildirir ki, bu məşqçi kiçik komandalarla deməyim, heyəti aparıcı futbolçularla zəngin olmayan komandalarda iş görə bilmir. Belə deyək. Yəni Braziliyada Ancelotti nəsə gözləmirsən? Yox. Ümumiyyətlə Braziliya son dönəmlərdə 2014-cü ildən sonra biraz da enişdədir. Belə deyək, həm heyətə çağırılan futbolçular baxımından, həm də ki uğurlu deyildi. Biz öyrəşmişik Braziliya millisinin yarımfinala qədər ya da 4-1-ə qədər irəliləyən komanda kimi. Belçikaya məğlub olmadı, 4-1-də məğlub oldu. Belçikaya məğlub olmasaydı final görərdi. Mən şəxsi fikrimcə komanda yaxşı oyun sərgiləmirdi həmin oyunda. Çünki artıq enişin başlanğıcındaydı belə deyim. Çünki o 2014-cü ildə Almaniya məğlubiyyətdən sonra bir qədər zəiflədi. Braziliya 2014-cü ildə əgər Çiliyə məğlub olsaydı 8-1-də, bəlkə bu günlərə düşməyəcəkdi. O qapı çatına da yəni qol. O yadda qalan olmayacaqdı da. Bəli. 7-1 olmayacaq idi məsələn. Uduzsa belə yadda qalan olmayacaqdı. Bəli. Amma yadda qalan olacaq idi nəyə görə? İkinci dəfə Braziliyada təşkil olunurdu turnir və amma adamlar sırf çempion olmaq üçün mübarizə. O nəticə olmayacaqdı, yadda qalan olmayacaqdı. Ona görə yadda qalan olacaq idi ki, 8-1-də öz evində uduzdu. O baxımdan, yəni 7-1 qədər fantastik fiasko olmayacaq idi, söz yox. Amma ki, yenə də mən sırf Braziliya futbol ənənələrinə görə sonradan fikirləşdim, kaş oyunda məğlub olardı. Benfica'nın Mourinho özü demiş, Benfica'nın Chelsea-yə Stamford Bridge-də məğlub olmağı o qədər də yəni gözlənilməz bir şey deyil, yəni normal bir şeydir. Hətta Chelsea də formada deyil son vaxtlar. Benfica hətta xal da ala bilər Chelsea-dən, amma olmadı. Bu demək deyil ki, Mourinho hələ nəticə verə bilməyəcək. Düzdür, çətin oyunlar var. Napoli ilə oynayacaq, Real səhvləmirəmsə Real-la oynayacaq. Asan bu növbəti səfərləri Real Madrid-lə olacaq. Asan rəqib yoxdur şeydə. Reqlamentdə. Amma ki kaş reqlamentlər olardı ki, məsələn, ilk 24 çıxır, 24-30 düşür Avroliqaya. Onda Mourinho'dan nəsə gözləmək olardı. Yoxsa belə hal-hazırda Mourinho çətin məsələdir. İlk 24 deyə bu Benfica ilə və bu rəqiblərlə ilk 24-ə düşməyi çox çətin. Əslində günah deməyim, bəlkə də problem burada Benfica'nın Mourinho ilə təmasa keçib onu belə deyək də post sükan arxasına gətirməyi idi.
fikrimcə artıq Mourinho, Ancelotti, yenə qayıdırıq Ancelottiyə. Bu məşqçilərin dönəmi gedib. Artıq modern futbol vaxtıdır və top klublar da həm yaş baxımından gənc futbolçulara yönəlirlər, həm də çalışdırıcı baş məşqçi baxımından gənc məşqçilərə yönəlirlər. Benfica məsələni kimi gətirir. Gətirə bilməz amma bizim səviyyəmizə görə yuxarı ola bilər, amma Avropa üçün orta blok komanda. Yox, Avropa üçün orta deyil, çünki o Stadio Daluş səfəri həmişə çətin olub. Ötən mövsümdə Barselona ilə dirəşmişdilər. Orta segment komandası, yüksək segment deyil ki Benfica. Nə vaxt böyük. Başarılı olurdu həmişə. Başarılı deyil. Daimi olaraq Çempionlar Liqasında 4-1 yarı final oynamır. Hətta Gutman lənəti var, hə. Avropa 50 ildən çoxdur Avropa. Yox, o lənətə mən ümumiyyətlə lənət var. O azərkeşlər arasında gəzən mifdir, belə deyək. Mifdə adam çempion edir. Sən Mourinho'nun o lənəti yox edəcəyini düşünürsən, hə? 100 il çempion. Portonun baş məşqçisi kimi Mourinho bəlkə də elə o lənətin səbəbkarı olub illərlə. Səbəb? Çünki rəqib komanda idi. Rəqibin Portonun ən yaxşı dönəmində idi. Və o Porto ən yaxşı vaxtında Benfica'ya imkan vermirdi çempion olmaq üçün və azərkeşlər də fikirləşirdi ki, bizim üzərimizdə lənət var. Lənəti də yaradan, o fikri yaradan da Mourinho idi. İndi özü gəlib Benfica'ya. Lənəti yox eləmək. Və o zəhərin özündən istəyirlər. O lənəti yox dərman istəyirlər. O lənəti yox eləməyin bir yolu var. Bu mövsüm olsa Benfica'dan Çempionlar Liqası çempionluğunu gözləmək absurddur. Növbəti mövsüm Avroliqada Benfica'dan Çempionlar Liqası çempionluğu gözləmək absurddur da. Növbəti mövsüm getsin Avroliqaya və yaxud da konfransa, orada nəticə versin, çempion olsun. O lənəti ancaq o cürlə bitirmək olar, başqa cür mümkün deyil. Çünki Avropada son finalını Atletico Madridlə oynayıblar. Benfica'nın? Yoxsa Chelsea ilə? Chelsea ilə oynayıb. 2013-də Chelsea ilə. Fernando Torres. Bəlkə də Fernando Torresin Atletico Madridlə bağları səni onu xatırlatdı ki, burada o qoldan Yox, oynadığını Bilbao'ya getdi. Atletico Madrid forlanın hə, o oyunun Falcao'nun finalda Atletik Bilbao ilə. Ağım oraya getdi. Benfica'nın son finalı kim? Ondan sonra final oynamayıb ki, şeydə Avropada. Yox. Və çətin görünür Mourinho'nun yenidən Çempionlar Liqasında nəsə nəticə. Həm də heyəti özü formalaşdırmayıb bəlkə də Benfica'nın hazırki heyətin. Heyətdən də aparıcı futbolçulardan Orkun Kökçü və Kərəm Aktürkoğlu Türkiyəyə yollanıblar. Bu da komanda üçün bir qədər çətinlik yaradır. Çünki oyun onların üstünə qurulmuşdu. Mən özümü qoyuram Orkun Kökçünün yerinə. Yəni sən niyə İngiltərədən istəyirdilər adam? Sən niyə Benfica'nı da İngiltərədə qoyub qırağa? Benfica'nı Beşiktaşa dəyişdin. Bu fikrinlə razı deyiləm çünki burada artıq subyektiv danışacağam. Çünki uşaqlıq arzusudur və futbolçu illər əvvəl tanınmamışdı əvvəl, belə deyim. Onun üçün təklif istəyiblər 1 milyon avro və bu təklifi Beşiktaş etməyib. İndi isə itirən Beşiktaşdır. Bəlkə də o səviyyəyə çatmayacaqdı. Benfica da onu o səviyyəyə çatdırdılar və Beşiktaş daha hazır və daha keyfiyyətli futbolçu əldə etdi, amma 25 milyon avroya. Orxun neçə yaşı var? 24 yaşı. 24-25 yaşı vardı hardasa. 10 il bundan sonra rahat Avropada oynayardı. Bax 10 il deməyək, 6 il oynayardı. 30 yaşına qədər oynayardı. Oynayardı. Ən az Benfica səviyyəsində qaldı. Liverpoola getsəydi məsələn bu mövsüm. Amma orada uğursuz olardı. Çünki Liverpool çox transfer edib itib batacaqdı o oyunçular arasında. Liverpoola getmə, məsələn, başqa klublar da mütləq istəyirdi. İstəyən komandalar var idi. Yəni niyə Beşiktaşı seçdi? Amma heç səbəbi bəllidir. Uşaqlıq sevgisidirsə, əgər uşaqlıq sevgisini 6 ildən sonra reallaşdırır. 6 ildən sonra artıq məqam yetişib. 6 ildən sonra artıq bax indi məqam. Bir qədər İlkay Gündoğan da elə Qalatasaraya o arzu ilə yollandı. İlkay hardasa bizim söhbətlə ayaqlaşır. İlkay necə? İlkay qazandığını qazanıb çempionlar. İlkay bizim söhbətlə ayaqlaşır. Adam getən ən nüfuzlu klub turnirində qazanıb, İstanbulda qazanandı. Onun getmə vaxtı çatmışdı. Amma Orkun fikrincə bəlkə də razıyam, bəlkə də razı deyiləm. Harda razıyam? Sən bizə xeyir verəcək. Harda razı deyiləm, amma futbolçuya obyektiv yanaşsaq, kənardan belə baxsaq, təbii ki, biraz absurd görünür. 24 yaşda ən yaxşı vitrindəsən Benfica'nın hansı komandalara, hansı futbolçuları satdığını görmüşük. Enzo Fernandez və yaxud da qeyd edə bilərik çox futbolçunu.
belə deyək, sensasiyalı transferlər edirlər, həm də dəyməyəcək pulları da alırlar komandalardan. Bunu Benfica və Ajax eləyir Avropada. Və artıq onlar fərqli bir yerə çevriliblər. Belə deyim, belə izah edeyim. Hər hansı bir məhsulu biz bir kiçik mağazadan az qiymətə alırıq, amma gedib fərqli restoranda onu baha qiymətə alıb istifadə edirik. Benfica və Ajax-ı buna bənzətmək olar, çünki onlar artıq uğurlu olduqlarını və bu qədər futbolçu yetişdirdiklərini o gələn müştəriyə göstərirlər. Avtomatik belə deyim də 60 milyondan 70 milyona dəyən oyunçuları 100 milyona, 120 milyona satırlar. Bəli. Hətta adamlar Türkiyə kimi bir liqaya 2 futbolçu satdılar, 50 milyondan çox pul qazandılar. Kərəm Aktürkoğlu və Orkun Kökçünü qeyd edə bilərik. Bunun özü belə komanda marketinqinin nə qədər yüksək səviyyədə olduğunu göstərir, amma ki nəticə baxımından. Məncə Benfica, Ajax kimi komandalar sırf qazanma, pul qazanma istiqamətində yaxşı heyəti tamamilə sıfırlayırlar. Yadındadısa, Ajax'ın uğurlu dönəmi var idi. Yarım finalda Tottenham uduzlağı mövsüm. Həmin mövsüm De Ligti də satdılar, Frenkie de Jong'u da satdılar. Heyətdə bir çox aparıcı futbolçu Andre Onana Interə getdi. Belə deyim. Hazırda o futbolçuların heç biri və maraqlısı budur ki, o futbolçular indi uğursuz çıxış edirlər. Bəli. O komanda da yaxşı idilər. Ten Hag'ın komandası başqa idi. Ten Hag da o məğlubiyyətdən sonra Tottenham məğlub. Özü belə. Yəni o komanda ümumiyyətlə o generasiya yoxa çıxdı, belə deyək. Bir dənə qalıb orada yaxşı hələ ki ortabab. O da ki Barcelona ondan canını qurtara bilmir deyə Frenkie de Jong. Yox, xroniki zədəsi var onun. Çox sağalır, zədələnir. O oyunçunu heç kim heyətdə istəməz belə deyim. Juventusda oynadı səhv eləmirəm. Xüsusi Bavariyaya. Juventus, Bayern Münhen, indi Manchester United-də. Amma hələ də o performansı göstərə bilər. Və o oyunçuya təxminən 210 milyona yaxın pul sərf ediblər komandalar. Ümumi transfer xərcləmələrində belə deyim. Və heç birinə dəyməyib. Bəlkə də 1/3 belə dəyməyib. Ümumiyyətlə pulsuz belə alsalar yenə o effekt vermir. Artıq o belə deyim, o yaşda deyil ki, o nəsə gözləyəsən o gözləməyə dəyməz artıq ondan. Manchester United-in aldığı futbolçuları ümumiləşdirsək, heyətə gələndə sanki bir bataqlığın içinə düşürlər. Heyətə gələnlər bataqlığa düşür, heyətdən gedənlər bataqlıqdan çıxır. Yəni belə Antony getdi Betisdə. Qısa dövrdə möhtəşəm işlər göstərdi. Antony getdi Betisə, McTominay getdi Napolidə. Əsas figura çevrilir. Højlund getdi. Dünən dubl elədi Sportinglə görüşdə. Yəni United hazırda bir bataqlıqdır. Kimliyindən asılı olmur, məşqçi daxil. Baş Amorim də Sportingdə yaxşı çıxış eləyirdi, amma Amorimdə heç mənim şəxsi fikrimdir ki, Amorimdə o komandaların məşqçisi deyil Amorim. Çünki Manchester United səviyyəsi deyil. Onu demək üçün məncə Manchester United səviyyəsində olub, amma başqa bir klubdan nəticə göstərməmək lazımdır. Məncə problem Manchester United-dədir, Amorimdə deyil. Yox, biraz daha çəkingəndir. O komandalar üçün ürəkli adamlar lazımdır. Bruno Fernandes'in epizodunda, Brentfordla maçda, penalti epizodunda Bruno Fernandes də üzünü gözünü tutmuşdu. Amorim də gedib oturmuşdu belə deyim. Yəni ki o komandadan nəsə gözləməyə absurd. Çox hal-hazırda irəli 2 ildə, 3 ildə bu komandadan mən heç nə gözləmirəm. 2 il, 3 il hətta ümumiyyətlə rəhbərlik dəyişmədiyi müddətcə Manchester United-dən nəsə gözləməyə ehtiyac yoxdur. Komanda neçə il son dəfə Ole'nin vaxtında normal ola biraz, yəni normal çıxış edib. Ondan sonra yenə də yoxdur. Son kubokunda Mourinho ilə. Ötən mövsüm Avropa Liqasında finala çıxdılar, amma bu finala çıxma və yaxud da orada kuboku qazansalar belə yaxşı ki qazanmayıblar. Çempionlar Liqasında fiasko ilə. Qazansalar belə mən bunu şəxsən ciddi uğur kimi həm Amorimin ayağına yazmayacaqdı, həm də ki ciddi uğur kimi hesab olunmayacaqdı. Bəlkə də sevindirəcəkdi azarkeşləri qazandığı kubokla, amma bir müddətdən sonra artıq o kubok yaddan çıxır. Mənim zənnimcə United elə bir səviyyədə komandadır ki, onun Avropa Liqasının çempionu olmağı azarkeşi yalnız Çempionlar Liqasına gedəcəklər deyə sevindirir, kubok qazanarlar deyə yox. Ümumiyyətlə bizim mövzumuz Çempionlar Liqasıdır, amma Çempionlar Liqasından başqa dünya kubokunda biraz yayındıq söhbətdə. Hətta Manchester United-dan danışdıq, komandanın heç Avropada yoxdur. Məncə Manchester azarkeşləri bu səssizliyi nə vaxtsa yox eləməyə can atacaqlar, belə deyim. Manchester azarkeşləri yox. Mən hansı fikirlə dedim bunu? Onlar
komandalarına maksimum dəstək vermək istəyir. Prosta Hər ki, zaman komanda verir. o şəraiti yaratmır axı. Maksimum çıxdığı oyundan belə, çempionatda çıxdığı oyunda belə məğlub olur. Kubokda 4-cü liqa komandasına məğlub olur. Komanda son zamanlar əldə elədiyi ən böyük uğur sadəcə böyük oyunların bəzilərində qalib gəlmək. Məsələn, ötən il City-ni məğlub etdilər. O istənilən klubdur. Yəni misal olaraq nəsə əldə tutulacaq bir şey sadəcə budur. Başqa heç bir şey. Chelsea-ni məğlub elədilər son Brentford-dan maçdan əvvəlki görüşdə, 4-cü turda. O bizi yanıldır hardasa. Amma Manchester United sərgilədiyi oyun o deyil. Çünki heyətdəki futbolçuların biraz səriştəsizliyi, belə deyim. Casemiro'nun o epizodu həqiqətən kənardan baxan Casemiro'nun Real Madriddə Çempionlar Liqası kubokun baş üzərinə qaldırdığını hiss etməz. O təcrübəsizliyi heç kim etməz. 33 yaşında futbolçu komandasının çətin vəziyyətində o cür qayda pozuntuları etməməlidir. Birincidə hakim onu bağışlamadı, sarı vərəqə ilə cəzalandırdı və ikincidə artıq sən hazır olmalısan. Casemiro bir Braziliyalıdır və hər zaman elə şeylər edir. Hər zaman elə o cür səhvlər edir. Normaldır. Hə, ikinci epizoda oyunçunun qucaqladı. Bataqlıqda olan bir komandanın heyətində elə bir psixoloji vəziyyətdə onu eləmək məcbur çox normaldır bir şey. Orada virus kimi yayılır hər şey. Orada problem sistemdə. Məsələn, hələ ki biz Garnacho'nun hansı effekt görürük. Chelsea-dən nə cür oynayacağını bilmirik. Yəni hələ ki biz Garnacho'nun məsələn United-dan Chelsea keçmiş Garnacho'nun Chelsea-də hansı effekt verəcəyini bilmirik. Amma Chelsea-də vəziyyət yaxşı deyil. Chelsea-də vəziyyət yaxşı olmadı. Son 3 oyunda məğlub oldular. Son 4 oyunda xal belə deyim də, qələbə qazana bilmirlər. Bir xal qazanıblar, Brentford-dan heç eləmişdilər. Son 3 oyunda isə məğlub oldular. Bayern München, Manchester United və Brighton komandalarıyla görüşdə. Bu artıq Maresca'nın postunu tərpədir, yoxsa Maresca üçün həyəcan təbliğidir. Axı açıqlama vermişdilər ki, biz inanırıq məşqçiyə. O qədər açıqlama olub şey. Çox olub. Ten Hag'ı qovmamışdan bir həftə əvvəl açıqlama verdilər ki, biz davam edəcəyik, amma United-də Ten Hag qovdu. Çox olub elə. Bəlkə şans veriblər hər hansı oyunlarda. Yəni qarşıdan gələn görüşlərdə. Əlbəttə şans verəcəklər. Amma o Chelsea səviyyəsində məşqçi deyil. Chelsea hansı səviyyəsində deyim? Bəlkə də yaxşı potensiallı məşqçidir, amma ki transferlərlə ayaqlaşmır. Çalışdırıcı. Chelsea heyətində 200 nəfər futbolçu var. Bir nəfərdə o bir zal dolusu futbolçu. Bəhanə axtarır Sterlingi şeydən heyətdən qovmaq üçün. Sonra Axel Disasi var, onu da qovdu heyətdən. Sonra açıqlama verir ki, qəribə bir açıqlaması var idi. Yəni heyət geniş ola bilər, sən yaxşı futbolçu ola bilərsən. Hə, icarəyə təxminən 50-yə yaxın rəsmi olaraq futbolçu göndərirlər. Məncə artıq Fransa ikinci liqasına, Sirif liqasına. Hə, o komandalar şirkət kimi idarə olunur məncə. Artıq komandadan çıxıb. Azərkeş gəlsin, oyunu izləsin, oradan pul qazanırlar. Pul qazanmaq üçün ən yaxşı yol Çempionlar Liqası çempion olmaq. Çempionlar Liqası Chelsea-nin bir dövrü var idi ki, Çempionlar Liqasını qoysaq qırağa, Çempionlar Liqası çempionu 200 milyon qazanır. İngiltərə 20-ci Bakıstanda. Ötən mövsüm Çempionlar Liqasında çıxış edən Slavan Bratislava 32 milyon avro qazanmışdı. Baxmayaraq ki, komanda qələbə qazanmamışdı turnirdə. Amma Chelsea Konferans Liqasında finala qədər qələbə ilə gəldi. Finalda da qalib gəldi və kuboku da qazandı. Çempionluq bonusunu da aldı. Bütün qələbə bonuslarını da aldı. Komanda 31 milyon avro qazanmışdı. Və harda iştirak etməyin vacib olduğunu buradan biz görürük. Məncə bu söhbət Chelsea-nin çıxış etdiyi liqaya görə qüvvədən düşür ki, adamlar Premier Liqə də çıxış edirlər və Premier Liqa sonuncusu ilə 200 milyon, 300 milyon pul qazanır. Və mənim diqqətimi də Chelsea-nin forması çəkir. Komandanın sponsoru, forma sponsoru yoxdur. Hələ də sponsorsuz qalıb. O səviyyədə. Bir ara danışıqlar gedirdi ki, sponsor tapacağıq. Formalar bəlkə o forma yerli bizdəki Chelsea, Azərbaycanlı Chelsea azarkeşlərinin də diqqətini cəlb edir və həmin formaları hardan əldə edə bilərik? Əlbəttə ki, formaçıdan. Təbii ki, bizim forma tərəfdaşımız formaçı onlayn mağazalardır. Siz formaçıdan formalar, gift boxlar hazırlaya bilərsiniz öz sevdikləriniz üçün, hədiyyə etmək üçün. Müxtəlif formalar, qış geyimləri, qarşıdan qış gəlir, havalar soyuyacaq birazdan. Hudilər və tişörtlər də əldə edə bilərsiniz. İstədiyiniz dizaynda, istədiyiniz rəngdə öz formalarınızı, öz geyimlərinizi hazırladıb əldə edə bilərsiniz.
qeyd olunan sosial media səhifələrində və nömrədə öz təkliflərinizi və belə deyək, sifarişlərinizi verə bilərsiniz. Sponsorumuzu da təqdim elədiyimizə görə artıq biz bizim vaxtımız bitir artıq. Yekunlaşdıra bilərik. Biz müxtəlif mövzulardan danışacağıq. Komandalara aid, baş məşqçilər, futbolçulara aid müxtəlif nüanslara toxunacağıq həftə ərzində. Bizi izləməyi unutmayın və abunə olun Sportbox-a.